Hörmətli izləyicilər, mən bir demişəm, 5 də deyirəm. Mən yer kürəsində, dünya miqyasında yeganə şəxsəm ki, Allahı görmüşəm və Allahla görüşmüşəm. Bu kəlmələri kim desəydi, mən özüm deyərdim ki, bu sırf dəlixanadan qaçıb. Amma belə deyil, burada bir həqiqət var. Onu da deyim ki, mən dindən anlayışı olmayan, eyni zamanda savadsız, tibb texnikumunu fərqlənmə diplomunu qurtarmışam. 2 dəfə də sertifikatdan yüksək balla çıxmışam. Bu heç də savadlı olmaq demək deyil. Savad tamam başqa şeydir. Yenə deyirəm, savadsız, dünya görüşü zəif, siyasətdən xəbəri olmayan bir adamam. Amma bugün istəyirəm ki, başımı bir balaca siyasətə soxam. Ölkəmizdəki vəziyyətlə əlaqədar öz fikrimi söyləyəm. Prezidentə gəldikdə prezidentimiz gözəl bir insandır. Dünyada nə yüksək əlamət mi deyim, xarakter mi deyim, hamısı onda cəmləşibdir. Ölkəmizi bu günə qoyan, onun başındakı məmurlar da xüsusən də Ramiz Mehdiyev olubdur. Deyəcəyiniz bu məmurları özü yığmayıb bu. Bax, belə götürək. Ailədə arvad kişinin başına, kişi arvadın başına oynatır. Heç bir-birini tanımır, getdiyi yollardan da xəbərləri olmur. Bir candır. Bu boyda ölkəyə, milləti necə tanımalıdır? Məmurlar yaltaqlanaraq, Ramiz Mehdiyevi görərək, qol çəkdirib o vəzifəyə gələniblər. Mən bir Allah adamı kimi demək istəyirəm ki, yenə deyirəm, ölkəni bu vəziyyətə ancaq Ramiz Mehdiyev qoyubdur. Ramiz Mehdiyevi türmədən çıxartmaq, onun özünün, balalarının, nəvələrinin adına nə varsa, hamısını hökumətə keçirmək. Elə bunları keçirmək, elə bil ki, 10 il türmədə yatmaq deməkdir. Yaşının bu vaxtında məsləhət bilmirəm ki, türmədə yatsın. Əli Kərimli təcili buraxılmalıdır. Bütün məmurlar hamısı dəyişdirilməlidir. Yığdığı var dövlətləri hökumətə keçməlidir. Sonra bir yersiz söhbət eləmək istəyirəm. Demirəmmi, tibb işçisi olmuşam. Yanımda bir neçə həkimin söhbətini eşitmişəm. Tələbə vaxtı Medunsta bizə prezidentin anası Zərifə Əliyeva dərs deyirdi. Neçə həkimdən eşitdim ki, o Medunsta ondan gözəl, humanist insan yox idi. Bütün müəllimlər çalışırdı tələbələri kəssin rüşvətə görə. Bir tələbə kəsməzdi. Hamının başına sığal çəkərdi. Hamının dostuydu, anasıydı. Belə bir insanın tərbiyə elədiyi oğul məyər pis olarmı? O ailədən çıxmış insan pis olarmı? Onu da deyim ki, torpaqlarımızı Erdoğan hesabına aldıq. Əgər prezident dəyişsə, başqası gəlsə, heç vaxt Erdoğan onun arxasında duran deyil, dostluq eləyən deyil, Türkiyəyə münasibət pozulacaqdır. Bax, bu da bunun orası. Mən bir Allah adamı kimi məsləhət bilərdim ki, bəlkə də səhv eləyirəm. Yenə deyirəm, bu mənim şəxsi fikrimdir. Hamı prezidentin ətrafında birləşsin, onu dəstəkləsin. Mənim bugünkü söhbətim bu qədər. Sağ olun.